Salam, hər vaxtınız xeyir olsun. Bu yeni videomla qarşınızdayım. Videomu bəyəndiyinizə görə, məni izlədiyinizə görə sizlərə təşəkkür edirəm. Kəlafır hazırladım, amma soğanca istifadə etdim və 2 ədəd kökünü torpadan keçirdim, qovurdum, onu da üzərinə əlavə etdim. Rəngli biberlərdən istifadə etdim. Kartof istifadə etdim. Kartof kəlafıra istifadə etmirlər, amma mən uşaqlara görə istifadə etdim. Keşniş, şüyüd, petruşka, dəfnə yarpağı, acı biber biberlər istifadə etdim. Sarımsaq istifadə etdim. Hamısını qəşəngcə yudum doğradım və əti çox yaxşı yudum, daş üstündən keçirdim. Mən ətin kefini tutmadım, ehtiyac olmadı, istifadə yudum ona görə. Qəşəngcə qaynadı, kartoşkalarla bir yerdə, gərəklər də əlavə etdim və çox dadlı oldu. Videomu izlədiyinizə görə sizə təşəkkür edirəm. Siz də bir dəfə sınasınız belə, məncə çox bəyənəcəksiniz. Həqiqətən də dadına söz ola bilməz. Qoxusu möhtəşəm, dadı möhtəşəm. İzlədiyinizə görə videomu sizə təşəkkür edirəm.